Amma bizim Natiq, bizim Seymur, elə uzağa getmə, yaxına gəl. Elə yeməklər hazırlayır ki, bax, sobanı göstərək bir dənə operator dostlarımız. Baxın, bax. Bax, bu nə idi? Mikrofonu ver mənə. Nə idi bu Natiq? Buğlamadır da, elədir mi? Buğlama deyil. Nədir bu? Saxsı qabda, qara quzun ətindən gözəl bir yeməkdir. Adı nədir bu yeməyin? Saxsı qabda pişən bir yemək. Natiqvari. Bəli, qeyri-adi bir yeməkdir. Çox dadlı. Qeyri-adi, natiqvari yemək Beyləqan ailəvi restoranına məxsus. Bizim Beyləqan restoranına aid olan. İndidən bunun ətrinə bax. Çox gözəl bir... Bunun yanında da, Seymur, ola çay, çaydan içəsən, yeməkdən yiyəsən. Çaydan içəsən, bu yeməkdən yiyəsən. Yox, şirin çayla yox da, elə belə çayla. Samavar çayla, sizdə samavar çayda hədiyyə verirlər axı. Samavar çayı hədiyyədir. Yaxşı, ay Seymur, səndə vəziyyət necədir? Seymurdakı vəziyyət öyrənə, gəl bura. Buna baxın. Öz quyruğunda... Akşin, sən sazımı götür, hazır ol. Səndən sol eyfi olacaq. Qovurmadı, bax, gör nə gözəldir. Quzunun öz quyruğunda hazır olur. Bunu yeməmək olar. Buyur. İftara hazırlıq gedir. İnşallah iftar süfrəsində, bax siz də bu cür ləziz təamlardan dadmaq istəyirsinizsə, mütləq şəkildə üst tutun Beyləqan ailəvi restoranına, hansı ki Başkanov qəsəbəsində yerləşir. Seymurun təbirincə desək necə deyirik? Neftçilər metro stansiyasından Bakıxanov qəsəbəsinə gedən yolun üstündə yerləşir Beyləqan ailəvi restoranımız. Hər kəsin yolunu gözləyirik. Əvvəlcədən zəng edib rezerv etsinlər. 070 221 1013 nömrəsinə. Hər kəsin yolunu gözləyirik. Bizdən də gələn qonaqlarımıza samavar, çay, mirəbbəli və meyvə hədiyyə edirik. Ay maşallah. Təşəkkürlər. Siz iftara hazırlıq görün. Mən də yenə... Natiq, nə sözüm var deyil? Sözüm olur ki, sevim qardaşımın sözünə mən də qatırlam. Buyursunlar, gəlsinlər, xidmətlərindəyik. Əlbəttə ki. Eşq olsun Beyləqan ailəvi restoranına.